Salam dostlar, xoş gördük sizləri. Videonu sona kimi də izləyin ki, burada necə qazanmaq lazımdır, öyrən zəhmət olmasa. Bir də digər videolarıma baxın, orada digər proqramlarda paylaşmışam təzəlikcə. Onlara da baxın, öyrənin. Yəni mən bu pulu necə yığdım, nətər yığdım, yəni tam yatırımsız şəkildə. Yəni sona qədər izləyin ki, öyrənin. Deməli mən bunun qeydiyyat linkini deyirəm. Profil açıqlama bölümündə var. Bir də ki, yorum bölümündə paylaşacağam. Burada məqsəd nədir? Qeydiyyatdan keçdiniz, dayanmayın, yəni sorğuları tamamlayın, anketinizi tamamlayın ki, pulunuzu götürün. Bax, məsələn, mən çoxusuna baxıram burada. Bax, məsələn, keçib qeydiyyatdan yazıb hərəkət gözlənilir, nə də tamamlamayıb, pul götürməyib hələ. Bu da hərəkət, bu məsələn götürüb. Bu keçib qeydiyyatdan bütün sorğuları tamamlayıb axıra qədər pulunu götürüb bu. Ən azı birinci 2 manat oturur balansınıza. Sonra yavaş-yavaş sorğulardan iştirak eləyə başlayırsınız yığmaq. Sorğular da belə vurursunuz, bura sorğu gəlir. İndi məndə sorğu yoxdur, dünən iştirak eləmişəm sorğuda. 1 manat da oradan gəlmişdi mənə. Yəni davam edirsiniz və pulunuzu yığırsınız. Baxın, məndə hal-hazırda 22 manat 10 qəpik var. Düzdür ki, mən bunu kontur kimi vura bilirəm. Yəni siz istəyirsinizsə, məsələn, bunu dost, tanış, yaxınlarınıza deyin ki, tutaq ki, məsələn, 30 manatınız var, deyin ki, nə bilim, bir minimum 10 manat da çıxarır. Mesela mənə bir 10 manat verir, mən 10 manatı buna kontra atıram, yəni kontra alırsansa və yaxud nə bilim 9 manat verim, 10 manat sənə kontra atıram. Yəni elə deyim, nağdlaşdıra da bilərsiniz. Çox rahatdır. Yəni deyim, qeydiyyatdan keçənlər mütləq orada aşağı orta tərəfə baxırsınız. İndi mən elə bilmirəm də bir telefonda bir profil açmaq olar. İkinci açanda bağlanır. Aşağıda baxın bu yerlərdə yazır ki, tamamla. Nə bilim sizin doğum ilinizi soruşur, yaşınızı soruşur, ailə vəziyyətinizi soruşur, evlisiniz, subasiz bir sorğular verir. Onları tamamlayın hamısını. Axıra qədər mütləq gedin ki, pulunuzu götürün. Ən az 2 manat götürün. Sonra sizə sorğular gəlir. Hər gün girin, baxın ki, sorğular gəlir. Bunu yaddaşda saxlamaqdan ötürü Chrome-da astandan sonra 3 nöqtə var. Onun üzərindən vurursunuz, orada yazıb ana ekrana əklə. Ana ekrana əkləni vurursunuz, telefonunuz yaddaşında qalır. Sonra Telegram kanalına daxil olub bildirişləri aktiv eləyəndə oradan sizə pul əlavə, yəni pul gəlir. Onu da eləyin. Amma mütləq anketə axıra qədər gedin, doldurun. Çoxsuz keçirsiniz qeydiyyatdan, yarımsız saxlayırsınız. Gmail adresinizə kod gələcək, kod yeni link gəlir. Girirsiniz ora, onun üzərindən vurursunuz, profili təsdiqləyirsiniz. Yəni 2 manat həmin anda oturub balansınıza. Amma siz bəziləri çoxsuz oturub gözləyirsiniz ki, görək nə vaxtı pul oturacaq bura. Davam eləmirsiniz. Davam eləyin, mütləq davam eləyin. Baxın, mənim balansım var, 22 manat 10 qəpikdir. İndi mən bu çıxarma vuranda məndən telefon nömrəsi istəyir. Yəni telefon nömrəsi, fərq adı sel, bax, selnar. İkisindən də yükləyə bilirəm. Mən indi məsələn, mənim üçün yaxşıdır, xoşum gəlir. Yəni megabaytımı buradan götürürəm mən. İndi hal-hazırda ehtiyacım yoxdur, özüm saxlamışam ki, qoy yığılsın. Minimum 10 manat çıxarış eləmək olur. Yəni deyirəm, baxın, axıra kimi mütləq sona kimi qeydiyyatınızı tamamlayın. Mütləq. Tamamlanmazsa sizə sorğu gəlməyəcək, pul gəlməyəcək, əlavə pul gəlməyəcək oradan sizə. Telegram kanalında aktiv eləyin. Bir digər videolarıma baxın, qəşəng taksi proqramı var, onu paylaşmışam, qazanc verir. Nə bilim, TikTok jetonları ala bilərsiniz, ucuz qiymətə, onlar haqqında var. Çoxdur, yəni bu paylaşmışam, loto var, onlayn lotolar o da əladır. Bir dəfə cəm 10 manat balans artırırsınız, hər dəfə çarx vurursunuz, pulunuzu yığırsınız. Ən uzağı ayın axırına 30 manat pul yığa bilirsiniz, yatırımsız. Kim sizə keçsin qeydiyyatdan rahat istifadə eləsin. Yəni deyirəm, nəysə başa düşməsəz, bilməsəz, mənə yazın, kömək eləməyə hazıram. Konkret cavab yazın ki, məsəl üçün, tutaq ki, mən bunu bilmirəm, necə edim? Çoxsuz yazırsınız, salam, salam nədir? Bir dənə yazın ki, mən bunu bilmirəm, necə edim? Yəni, bunu nə eləməliyəm burada? Onu yazın, mən sizə cavab verəcəm.